Kasıbın qüruru ucsuz-bucaqsız dağların qoynunda, torpağın hər qarışı, hər daşında nəsillərin əzəmətli izlərini, keçmişin acı şirin hekayələrini daşıyan Əsərvət adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, əsrlərin sirlərini fısıldayan köhnə ağacların, axan çayların səsi və tarlaların zəhmət dolu qoxusu orada yaşayan insanların ürəklərində dərin izlər buraxırdı. Lakin kəndin ən böyük sirri, həm də ən ağır dərsləri buranın insanlarının, xüsusilə də Rəşidin həyatında öz-özünə nümayiş etdirirdi. Rəşid, kəndin ən kasıb, lakin ruhu sarsılmaz, qüruru isə dayanıqlı gənclərindən biri idi. Onun həyatı, torpağın, təbiətin və insanlıq tarixinin sərt reallıqları ilə yoğrulmuşdu. Uşaqlığından bəri Rəşid kəndin dar küçələrində, günəşin altında əməyi, tarlalarda işləməsi və ailəsinin zəhmət dolu həyatını görərək böyüdü. Anası Fatimə xanım həmişə gülərüz, lakin üzündə dərin narahatlıqlar və qayğılar daşıyırdı. Atası Məcid bəy isə torpaqla sarsılmaz bağlılığın, həyatda qazanılan azadlıq və məsuliyyətin canlı nümunəsi idi. Rəşidin ürəyində evin, ailənin və keçmişin sarsılmaz dəyərlərinə dair bir eşq doğmuşdu. Günlərin birində kəndin tarlalarında ağır bir quraqlıq başladı. Torpaq çatladı, axan çayların suları azaldı və kəndin hər küncündə ümidsizlik, narahatlıq və kədər hökm sürməyə başladı. İnsanlar əldən verilmiş məhsulların acısını və gələcəyin qeyri-müəyyənliyini dərin bir kədər ilə qarşılamağa başladılar. Lakin Rəşid bu çətinliklər qarşısında əl çəkmədi. O, həyatın hər dərsindən, hər acı anından, həmçinin hər kiçik sevincdən dərs alaraq evinin, ailəsinin və kəndin gələcəyinə inamla baxırdı. Onun gözlərində hər nə qədər çətinlik olsa da, ümidin və qürurun parıltısı yanırdı. Rəşid hər səhər erkən oyanıb, tarlalarda işlədiyi günəşin altın şüaları altında torpağı əzərək, xəyalında keçmişin xatirələrini və gələcəyin ümid dolu səhərlərini canlandırırdı. Onun üçün hər damla ter, yalnız zəhmətin deyil, həm də insan ruhunun sarsılmaz gücünün şahidi idi. O, hər bir budağın, hər bir yarpağın arasında insanın ürəyində gizlənmiş əsl dəyərlərin, sevgi, mərhəmət, inam və qürur səsini eşidirdi. Günlərin birində Rəşid kənd meydanında toplanan insanlara danışmaq qərarına gəldi. Köhnə məclisdə torpağın qoxusu, axan çayın səsi və kəsik daşların üzərində yazılmış nəsillərin xatirələri arasında o, səmimi və dərindən sözlər söyləməyə başladı. Əziz övladlarım, hər kəs bilsin ki, həyat yalnız zəhmət və kədərdən ibarət deyil. Həyat, həm də sevgi, mərhəmət və inamın, əsl qürurun dastanıdır. Biz, bu torpağın övladları olaraq, keçmişimizin acı dərslərini, yaşadığımız hər çətinliyi, ürəyimizdə dərin izlər buraxan sevincləri və ümidləri bir araya gətiririk. Hər damla terimiz, hər ağladığımız gözyaşımız bizə öyrədir ki, əsl qürur yalnız zənginlikdə deyil, həm də kasıbın çətinliklər içində sarsılmaz ruhunda yatıb. Bu sözlər, kəndin hər küncündə, hər evdə dərin təsir buraxdı. İnsanlar Rəşidin səmimiyyətinin, onun içində yanan qürur və ümidin parıltısını gördülər. O, yalnız maddi yox, həm də mənəvi zənginliklə yaşamağın vacibliyini, hər bir kədərin insanı böyütdüyünü və əsl qəhrəmanın, kasıbın, qəlbində yaşadığı çətinliklərdə ortaya çıxan sarsılmaz ruhun varlığını sübut edirdi. Rəşid, günlər keçdikcə yalnız tarlalarda işləməkdən daha çox, kəndin yaşlılarından, Əli bəyin hikmət dolu sözlərindən və keçmişin nəsillərinin təcrübələrindən ilham alaraq kasıblığın gətirdiyi dərsləri mənimsədi. O, hər acı anın, hər çətinliyin arxasında bir dərs, bir ümid olduğunu öyrəndi. Hər dəfə tarlada yorğun əlləri ilə torpağı əzərkən, o, öz içində ev və yəni ailəsinin, kəndin və keçmişin sarsılmaz dəyərlərini daha da gücləndirirdi. Bir gün Rəşid tarlada çalışarkən gözləri uzaqdan yaxınlaşan bir şəxsə ilişdi. Bu, onun uşaqlığından bəri yaxın dostu olan Hüseyindir. Hüseyin tarlaların kənarında qara paltarları içində sanki keçmişin ağır dərslərini və gələcəyin ümid dolu işığını daşıyan bir simvol kimi görünürdü. Hüseynin yanında olmaq Rəşidə yalnız dostluğun, həm də həyatın əsl mənasının, yəni hər çətinlikdə sevgi və ümid tapmağın nə qədər vacib olduğunu bir daha xatırladırdı. Hüseyin yorğun gözlərlə belə deyirdi. Rəşid, bilirsənmi, biz bu torpağın övladları olaraq hər itkidən sonra yenidən doğulur, hər kədərdən sonra sevgi ilə, hər acı anın ardından da ümid taparıq. Hər birimizdə o sarsılmaz qürur, o əsl qəhrəmanlıq var, ən kasıb olanımız belə həyatın bizə öyrətdiyi ən dərin dərsləri öz içimizdə daşıyır. Hüsnün bu sözləri Rəşidin ruhunda dərin bir rezonans yaratdı. O, artıq yalnız maddi zənginlik axtarmırdı, onun üçün ən böyük zənginlik, qəlbindəki sevgi, mərhəmət və sarsılmaz inam idi.
Rəşid kəndin mərkəzində Əli bəyin rəhbərliyi altında təşkil olunan məclisdə gənclərə və yaşlılara həyatın bu dərin mənasını, kasıblığın gətirdiyi dərsləri və ümidin, sevginin, qürurun necə də əbədi olduğunu izah etməyə başladı. Günlər illərlə ölçüləndikcə kəndin hər küncündə, dar daş yollarında və axan çayın səsi arasında kasıblığın, çətinliklərin və acıların öhdəsindən gəlmək üçün bir-birinə dəstək olmaq ən əsas dəyər kimi formalaşdı. İnsanlar hər çətin anın, hər itkinin arxasında doğan yeni ümidləri, sevgi və mərhəməti hiss edərək əsl qəhrəmanın, kasıbın, qürur dolu səsini eşidirdilər. Hər kəs həyatın zorlu yollarında irəliləyərkən qəlbində o sarsılmaz dəyərləri daşıdığını, hər çətinliyi sevgi ilə aşaraq gələcək üçün ümid dolu addımlar attığını hiss edirdi. Rəşid həyatın bu çətin yollarını keçərkən yalnız öz xatirələrinə qovuşduğunu deyil, eyni zamanda kəndin hər kəsinə ümid, sevgi və sarsılmaz inam bəxş etdiyini gördü. O, tarlalardan, meşələrdən, evlərin sərin otaqlarında keçirdiyi hər anın, hər nəfəsin və hər damla yaşın insan ruhunun ən dərin qatlarında sevgi və mərhəmətin sarsılmaz gücünü oyatdığını anladı. Kasıb olmağın yalnız maddi yox, həm də mənəvi zənginlik demək olduğunu öyrəndi, çünki həyatın hər dərsi, hər acısı, hər kədəri insanı daha da böyüdürdü və ona əsl qəhrəmanlığın, sarsılmaz ümidin və sevginin nə demək olduğunu göstərirdi. Bir axşam kəndin mərkəzində toplanan insanlar Əli bəyin rəhbərliyi ilə keçmişin acı xatirələrini və gələcəyin ümid dolu arzularını bölüşərək böyük bir məclis təşkil etdilər. O gün hər kəs bir-birinə sarılıb keçmişin dərslərini, itirilmiş sevincləri və qaranlıq günlərin ardınca doğan ümid işığını qeyd edirdi. Rəşid o məclisdə səmimi və dərin sözlərlə belə dedi: "Biz bu torpağın övladları olaraq hər birimiz həyatın çətinlikləri ilə üzləşdik. Amma unutmayın ki, hər acı, hər kədər, nə qədər dərin olsa da, bizə sevginin, mərhəmətin və sarsılmaz ümidin nə qədər qiymətli olduğunu öyrədir. Biz kasıb olmağımızla maddi zənginlik axtarmırıq, əsl zənginliyimiz qəlbimizdə, ailəmizdə və bu torpaqda yaşayan o sarsılmaz dəyərlərdədir. Hər birimizdə əsl qəhrəmanlıq var, sevgi və ümidlə hər çətinliyi aşmaq, hər kədəri unudub, yeni ümidlər doğurmaq bacarığı." Bu sözlər məclisdəki hər bir kəsin qəlbində dərin iz buraxdı. Kənd sakinləri Rəşidin səmimiyyətinin, onun həyatın bütün acı dərslərini sevgi və mərhəmətlə necə qəbul etdiyini, qürurla və sarsılmaz inamla yaşadığını görürdülər. Beləcə, qara pul kimi maddi zənginliklərlə deyil, qəlbdə, ruhda yaşayan əsl zənginliklə, sevgi, mərhəmət, inam və sarsılmaz qəhrəmanlıqla həyatlarını davam etdirdilər. İllər keçdikcə sərvət kəndi bütün çətinliklərə, quraqlıqlara və kədər dolu anlara baxmayaraq üzərində sarsılmaz sevgi və ümidin, dərin bağlılığın izlərini daşıyan, ruhani zənginliklərlə dolu bir məkan olaraq qaldı. Kəndin hər evində, hər daşında, hər ağacında keçmişin acı xatirələri, gələcəyin ümid dolu arzuları və sarsılmaz sevgi öz izlərini buraxdı. Hər səhər dağlardan süzülən günəş şüaları evlərin pəncərələrindən içəri girərkən, hər kəs qəlbində o sarsılmaz işığı, evin, ailənin və keçmişin dərin mənasını hiss edirdi. Beləliklə, kasıbın qüruru adını verdiyimiz bu hekayə yalnız maddi yox, həm də mənəvi zənginliklərin, sarsılmaz sevginin, mərhəmətin və inamın təcəssümü olaraq nəsillərin qəlbində, hər bir evin divarında, kəndin dar daş yollarında və meşələrin sükut dolu kölgəsində əbədi olaraq yaşayırdı. Rəşidin qayıdışı, keçmişin acı dərslərinin, kədərin və narahatlıqların öhdəsindən gəlməyin, əsl qəhrəmanın, kasıbın, qürurunun və sarsılmaz ümidinin simvolu idi. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq, həyatın hər anını acı ilə şirin, kədər ilə sevinci birləşdirən o əbədi dəyərləri, unudulmaz xatirələri və sarsılmaz ümid işığını gələcək nəsillərə miras qoydu. Və beləliklə, Sərvət kəndinin sakinləri həyatın ən çətin anlarında belə evin, yəni ailənin, torpağın, keçmişin və gələcəyin sarsılmaz dəyərini hiss edərək qürurla və səmimiyyətlə irəliləməyə davam etdilər. Bu nağıl Tolstoyun geniş ürəklə hər kəsi öz içindəki zəifliklə birlikdə gücləndirən, hər çətinliyin arxasından doğan yeni ümidləri və sevgi dəyərlərini əks etdirən, sarsılmaz qəhrəmanlıq və mərhəmətin dastanı kimi nəsildən nəsilə ötürüldü. Hər kəs kasıbın qüruru onun səsini qəlbində, evində və hər küncdə eşidərək həyatda heç bir çətinliyin, heç bir kədərin sevgi və ümidin sarsılmaz işığını söndərə bilməyəcəyini öyrəndi. Beləliklə, yuvanın səssiz izləri və keçmişə geri dönüş kimi nağılların, kasıbın qüruru onun sarsılmaz izləri də Xıdırabadın dar daş yollarında, meşələrin sükutunda, axan çayların şırıltısında və hər kəsin qəlbində əbədi olaraq yaşadı. Hər bir nəfəs, hər bir addım, hər bir qara günün ardınca doğan parlaq ümid insanlara öyrətdi ki, əsl zənginlik, sevgi, mərhəmət və sarsılmaz inam heç vaxt maddi varlıqlarda yox, qəlbdə, ailədə və evdə o əbədi, səmimi dəyərlərdə yatır.
Bu hekayə Sərvət kəndinin və onun insanlarının sarsılmaz ev hissinin, keçmişin, indinin və gələcəyin birləşdiyi, kasıblığın gətirdiyi dərin dərsləri, sarsılmaz ümidin və sevginin əbədi qürurunu hər kəsin qəlbində daşıdı və nəsillərin xatirəsində ömür boyu yaşayaraq gələcək üçün bir işıq, bir dərs olaraq qaldı.